Page 90, exercise 1. Look at the text and the image. Then check the correct answer and answer the question. Şəkillərə və mətnə baxırıq. Daha sonra düzgün cavabı qeyd edirik və suallara cavab veririk. What type of text is this? Hansı növ mətindir bu? A blog about athletes, a pamphlet with a recommendation. Burada təbii ki, düzgün cavabımız olacaq. A blog about athletes. Who is your favorite athlete and why? Sənin sevimli idmançın kimdir və niyə? Buna cavab verəcəksiniz. Burada isə open answer olduğuna görə özünüz qeyd edəcəksiniz düzgün cavabları. Daha sonra exercise 2. Read and listen to the text. Check the correct person in the chart. Mətni ilk növbədə dinləyək, daha sonra tərcümə edərik və tapşırıq 2-də düzgün olanları qeyd edəcəyik. Gəlin dinləyək. Théo Caron is from France. He swims in the Paralympics. He swims for 4 hours a day, and on weekends he swims in competitions. He can swim very fast, but he can't ski or ice skate. Théo Caron is from France. Théo Caron Fransadandır. He swims in the Paralympics. O Paralimpiya oyunlarında üzür. He swims for 4 hours a day. O gündə 4 saat üzgüçülüklə məşğul olur. And on weekends he swims in competition. Və həftə sonları isə o yarışlarda üzür. He can swim very fast. O çox sürətli üzə bilər. But he can't ski or ice skate. Amma o xizək sürə və ya konki sürə bilməz. Yəni ardın dinləyək. Saki Kumagai is a Japanese soccer player, but she plays for a French team. She loves soccer, but she likes other sports too, like basketball and volleyball. She can kick the ball very hard, but she can't swim very well. Sonra tərcümədə indi. Saki Kumagai is a Japanese soccer player. Saki Kumagai Yaponiyalı futbolcudur. But she plays for a French team. Lakin o Fransa komandasında oynayır. She loves soccer, but she likes other sports too, like basketball and volleyball. O futbolu sevir, amma basketbol və voleybol kimi digər idman növlərini də sevir. She can kick the ball very hard, but she can't swim very well. O topu çox sərt vura bilir, amma çox yaxşı üzə bilmir. Clarence Munyai is from South Africa. He lives with his mom and dad, his 3 sisters, and his brother. He can run very fast. He can run 200 meters in 20 seconds. He can play soccer, but he can't dance. Clarence Munyai is from South Africa. Clarence Munyai Cənubi Afrikadandır. He lives with his mom and dad, his 3 sisters and his brother. O anası və atası, 3 bacısı və qardaşı ilə yaşayır. He can run very fast. O çox sürətli qaça bilir. He can run 200 meters in 20 seconds. O 200 metri 20 saniyəyə qaça bilir. He can play soccer. O futbol oynaya bilir. But he can't dance. Amma o rəqs edə bilmir. Gəlin kənardakı kommentləri oxuyaq. Max, I love Saki. She's awesome. I can kick a ball very hard, but I can't play volleyball. Mən Sakini xoşlayıram. O möhtəşəmdir. Mən topa çox güclü zərbə vura bilirəm, amma voleybol oynaya bilmirəm. Theo is my hero. I can swim 100 meters in 3 minutes, but I can't swim fast like Theo. Theo mənim qəhrəmanımdır. Mən 100 metre 3 dəqiqə üzə bilirəm, amma Theo kimi sürətli üzə bilmirəm. I run every day for 2 hours. I can run fast, but Clarence is great. He can run 100 meters in about 10 seconds. I can't. Mən hər gün 2 saat qaçıram. Mən sürətli qaça bilirəm.
Amma Clarence əladır. O 100 metri təxminən 10 saniyə qət edə bilər. Mən isə bunu bacarmıram. Gəlin indi isə düzgün cavablarımızı qeyd edək. Kick the ball very hard. Topa sərt vura bilən kim idi? Saki. Daha sonra run very fast. Çox sürətli qaçan isə Clarence idi. Daha sonra swim very well. Çox yaxşı üzə bilən Theo idi. Swim very fast. Yenə Theo idi. Play basketball, Saki. Play soccer, futbol oynayanları isə oynaya bilənlər Saki və Clarence idi. Exercise 3. Read the text again and answer the question. Mətni yenidən oxuyuruq və suallara cavab veririk. First one, what does Theo do? Theo nə edir? O üzür. İkinci sualımız, where is Saki from? Saki haradan idi? Gəlin qeyd edək. Saki is from Japan. What are Saki's favorite sports? Onun sevdiği futbol hansıydı? She loves soccer. O futbolu sevirdi. Daha sonra həmçinin bununla beraber basketball and volleyball. Who does Clarence live with? Clarence kim ilə yaşayırdı? Bunu iki cür yaza bilərik. Ya yaza bilərik ki, he lives with his family. O ailəsi ilə yaşayırdı. Və yaxud da tək-tək yaza bilərik. Mom, dad, he lives with his dad, mom, 3 sisters and brother. Daha sonra does Clarence play soccer? O futbol oynayırdı. Düzgün cavabımızı qeyd edəcəyik. Yes, he does. Daha sonra who can swim 100 meters in 180 seconds? Bu isə olacaq Julia. Sing bölməsinə baxırıq. Düşün. Are sports important? İdmanlar vacibdirmi? Why? Niyə? Why not? Niyə yox? Əgər vacibdirsə niyə onu deyəcəksiniz? Vacib deyilsə niyə? Cavabınızı qeyd edəcəksiniz.